Sevda Sınaliyeva. O bəzən deyirlər, yorum yazmırlar, deyirlər, qoy ürəyim partlasın. Qoy ürəyim partlasın. Az qalın, mən deyirəm ki, qoy baxa-baxa qalın, ürəyim partlasın, amma söz deməyim. Bu Sevda xanımla bizim aramızda biraz yaş fərqi ola bilər də. Yəni Sevda xanım da indinin sevdası deyil. Sevda bilirsiniz nə vaxtın sevdasıdır? Sevda indinin sevdası deyil ki, Fatimə ilə bir yerdə yarışmalar gedirdi, oriental oynayırdı. Sonra dedi, yox, heç kim mənə deməsin, mən oriental oynamayacağam, heç kim mənim adımı çəkməsin. Şəhzada da gələndə qaşqabağı yerinə gedirdi. Heç kim Sevda xanıma toxuna bilməzdim. Mənim özüm cəsarət edib söz demirdim. Deyirdim ki, kişinin qızının ailəsi var, uşaqları var, rəqsə atıb falan oxuyur da. Sevda xanım, mən sizə nə deyim? Mən də sizə kimi sabahdan bir dənə paltar tikdirəcəm, belə əlbisə. Əlbisəni yarığın gətirib. Biz siz harada qoyacağım? Siz harada qoymuşsunuz, mən də orada qoyacağım. Bu boyda paltarda yarıq qoyarlar. Bu yekə arvadlarsınız. Bu boyda yarıq qoymayın da. Ay Sevda xanım. Vallahi billahi bizim aramızda biraz yaş fərqi var. Siz indi sevdası deyilsiniz. Siz bilirsiniz, o deyirlər Nikolay. Vallahi mən də Nikolaydan qalmışam. Siz də Nikolaydan qalmışsınız. Xahiş edirəm, bir qara sapa alın. O paltarın orasını tikin. Çox xahiş edirəm. Sevda xanım, əzizim, gözəlim. Öpürəm səni.